Öncə bu xəbərlə başlayıram. Belə ki, Amerika prezidenti Donald Trump Rusiya prezidenti Vladimir Putinlə son görüşündən danışarkən Azərbaycan-Ermənistan münasibətlərinin yumşaldılmasında öz vasitəçilik rolunu xüsusi olaraq vurğulayıb. Musavat.com xəbər verir ki, Trump bildirib ki, regiondakı sülh prosesinin irəliləməsi onun şəxsən apardığı danışıqlarla mümkün olub. Deyir, biz razılaşma əldə etməliyik, mən vaxtımı boş yerə sərf etmirəm, mən bunu yaxın şərqdə sülhdən əvvəl həll etməyin mümkün olduğunu düşünürdüm. Azərbaycanla Ermənistan məsələsi isə çox çətin idi deyib. Trumpın sözlərinə görə hətta Putin də bu nəticəni etiraf edib. Putin mənə telefonda dedi ki, oğlan, bu inanılmaz idi. Hamı bunu həll etməyə çalışdı, amma heç kim bacarmadı, sən isə bacardın deyib. Trump bildirib ki, bugün Bakı ilə İrəvan arasında davam edən siyasi dialoq, sərhədlərin administrativ şəkildə müəyyənləşdirilməsi və kommunikasiya xəttindəki real yumşalma Vaşinqtonun vasitəçilik səylərinin nəticəsidir. Hindistan-Pakistan məsələsindən daha çətin idi. Amerika prezidenti əlavə edib ki, dünya siyasətində müxtəlif regionlarda vasitəçilik cəhdləri olub, lakin Qafqaz münaqişəsi öz mürəkkəbliyi ilə seçilirdi. Hindistan və Pakistanı götürsək, bu həddən artıq çətin bir proses idi. Amma Azərbaycan-Ermənistan məsələsi bundan da ağır idi. Çünki burada həm tarixi nifrət, həm də xarici oyunçuların ciddi təsiri var idi. Trump vurğulayıb ki, Rusiya ilə Ukrayna arasındakı hazırki qarşıdurma isə tamamilə fərqli bir xarakter daşıyır və çox daha dərin geopolitik toqquşma məntiqinə əsaslanır. Zelenski ilə Putin arasında da böyük düşmənçilik var və bu sadəcə sərhəd məsələsi və sərhəd mübahisəsi deyil deyə Trump bildirib. Musavat.com-un qısa əlavəsini sizinlə bölüşmək istəyirəm. Əslində bu açıqlamanın açması nədir? Bu açıqlama göstərir ki, Vaşinqton Cənubi Qafqaz prosesində aktiv oyunçu rolunu yenidən gücləndirir. Trump administrasiyası Azərbaycan və Ermənistan arasında uzun müddətli razılaşmanı öz diplomatik xəttinin uğuru kimi təqdim edir. Putin və Trump arasındakı dialoq isə bölgədə geopolitik güc balansının yenidən qurulduğuna işarə edir, dəyərli izləyicilər.